Halbuki şuuraltı bunu gizlətmişdi, imkan vermirdi. Sadə bir prinsiplə biz at paltarımızı dəyişməklə münasibətimizi möhtəşəmləşdirdik. Halbuki yazıqların gəzmədiyi qapı qalmamışdı. Misal üçün başqa bir nüansa toxunum. Bir cütlük var idi, yenə evlənmişdilər, gəlmişdilər, yenə nəsli artırmağı bunlardan nəslin böyük nümayəndələri tələb eləyirdi. Halbuki iş prosesi gələndə yoxdur. Axırı bəylə danışdıq bir neçə seansdan sonra danışmağa qərarı. Çünki gəlirdik, bir-birimizə baxırdıq, gedirdik. Deyir, xoşlayıram qara dərili qadınları. Bu çox gözəl, fantaziyaları mükəmməl. Əlbəttə ki, mən onu məcbur edə bilmirəm, bildirsin ki, harda, niyə, necə. Aha, yenə də bir neçə seansımız davam edir. Axırda dedim, o qara dərili ilə siz hansı proseslərdən keçirsiniz ki, möhtəşəm Angela oxşayan xanımınızı qəbulləməkdə çətinlik çəkirsiniz. Halbuki deyir ki, həqiqətən çox sevirəm onu. Biz fərqinə vardıq ki, ilk cinsəl fantazisi bu adamın uşaqlıq, yeniyetməli 14-15 yaşlarında qara rəngdə atla olub. Bəli, bəli. Və şuuraltı sənə imkan vermir ki, sən o biabırçılıq deməyəcəm, o anormallığı özündə kəşf eləyəsən. Seansın çoxluğu budur. Bəli, elə möhtəşəm pasiyentlərimiz də olur ki, gəlir deyir ki, bir günün içərisində... At fikirləşir, həyat yoldaşı istəyir. Əslində at fikirləşmirdi. Qara dərili xanımları fikirləşirdi ki, öz xanımı... O Yunanlarda var, yarısı at, yarısı insan Allahlar. Pegas. Bu müzakirəni biz 14 saat apara bilərik, 24 saat. Amma önə həyat yoldaşı. Gülməli olsa da vəziyyət budur. Gülməli olsa da vəziyyət budur.